Hava elə bir tutulub, yağış yağacaq sanki. Necəsiz dostlar? Hər kəsə salam. Deməli, axşamdır, elə dedim vlog başladım. Bayaqki başlıqdan da ki, məncə mənə kanalıma abunə olub like atmağı unutmamısınız. Çünki yəni vlog başlayıbsa deməli əvvəlcədən abunə olmaq lazımdır. Mütləq bunu unutmayın deməli. Elə bil ki, dünən mən buranı yığışdırmamışam. Nə isə yadımızdan çıxaraq gəlib nənəmgilə gedəcəm onsuz bir dənə yemək yeyək qardaşımla birlikdə. Sonra da gedək, anam artıq ordadır. Dostlar, nənəmcə xaçmaza getmişdir və mənim ən sevdiyim, yəni təndirdən də çox bunu sevirəm. Xərək çörəyi gətiriblər. Həqiqətən çoxlar. Düz çox nazik olur buna, amma çox sevirəm də bu çörəyi, belə qəşəng dadlı olur bu. Sizə tövsiyə edirəm, yeməmisinizsə mütləq nə varsa bunun dadına baxın. Deməli dostlar, keçən dəfə adi olan kəsələrdə 25 dənə işlədim. 23, 24, 25. Kaç indi istəyirəm 25 dənə də işləyim, 50 dənə işləyim. Hətta ola bilər 75 dənə işləyim. Bunu natural detlərdən 50 dənə işləmişdim. Yəni harasa 6-7 dənə səhvim çıxmışdı. İndi adi olan kəsilərdən işləyirəm. Keçən dəfə işlədiyim 25 dənəsi 25-də düz çıxdı. Bu dəfə istəyirəm yenə 25 dənə işləyim, bəlkə də 50 dənə işləyim ki 75 dənə olsun. Biraz çox işləmək istəyirəm bunu. Bundan sonraki mövzu faiz nisbətinə asıb gəlir. Bunları da işləmək istəyirəm. 25 dənə falan, 50 dənə. İstəyirəm məktəb açılana qədər biraz təkrar falan edeyim. Buna daha yaxşı olar. Sonra həqiqətən gəlir. Belə gedəcəm də. Görüm nə edirəm mütləq. Və siz nə edirsiniz dostlar? Dərslə məşğul olursunuz. Nə edirsiniz? Yazın mütləq sizdə rəylərə. Buraları falan tökmüşəm. Gördüyünüz kimi hər yer belə qoymuşam. Ona görə buralarda sərgitləyirəm. Baxın sizdə. Necəsiz dostlar? Keyfiniz, əhvalınız necədir? Mütləq rəylərə öz fikirlərinizi yazın. Çünki məndə çox dəyərlidir sizin fikirləriniz. Gördüyünüz kimi bütün rəylərə cavab yazmağa çalışıram ki, heç biriniz diqqətimdən qaçmayasınız. Çünki siz də mənə motivasiya verirsiniz. Mən də çalışıram sizə motivasiya verim. Burada da mən təmizləyirəm. Mütləq gedin, siz də otağınızı təmizləyin. Heç vaxt fikir otaq saxlamayın. Mən hər gün az da olsa təmizləməyə çalışıram. Çünki vaxtım olduqca da yəni. Mütləq kanalıma da abunə olub like atmağı unutmayın. Çünki mən də sizin üçün çalışıram. Siz də mənim maraqlı rəylər yazırsınız. Mən də çalışıram sizləri cavablayım. Mütləq rəyləri də yazın. Yəni ki, mənə motivasiya verin. Bu arada sizə abunəyə görə də hamınıza təşəkkür edirəm. Deməli dostlar, buralar falan hər yeri sərgilədim. Hər yer çox tərtəmizdir. İndi isə keçirəm kitablar məsələsinə. Kitablardan da ki, bunlar heç termoslardır. Bunlar bu fizikadır. Bunlar riyaziyyata aid əşyalardır. Qoyum. Məsələn, Azərbaycan hazırlığında bunları aparacağam. Bunlardır. Elə qoymuşam. Düz yerini yığacağam təzədən. Çünki axıdım yoxdur qalmağa. Çünki əslində düz 26-sı hazırdan bu nəysə. Bu heç deməli. Burada yazmışdım hansı kitablar falan lazımdır, hansı dəftərlər lazımdır, yəni nə dəftərlər tutmaq lazımdır, onları yazmışam. Qaydadır heç. Qardaşımın təzə aldığımız not dəftəridir. Bunu da qoyacağım, yəni qardaşımın ingilis dilindən qayda dəftəri demək olar. Kitabıdır. Dostlar, deməli deyim ki, məktəbin ilk gün kaşlokunda nə var videosu çəkim. Yəni də vlogumun içində olsun həm. Onu da shortsda çəkəcəm birazdan bununla bağlı. Burada deməli çoxlu əşyalarım var. Həddən artıq çoxlu. Deməli, məsələn, bu mənim yeni... Allah görməm. Bu mənim yeni bir... Dəqiqə. Hə, yeni dayışlı oldu. Bu mənim yeni bir... Taçılka deyim də buna. Amma bu köhnəsidir. Məsələn, burada 2 göz var, burada 1 göz var. Bilmirəm, bəlkə bunu istifadə edim, bəlkə bunu istifadə elədim. Əslində bilsəydim yenə kaşlok alardım. Üzr sayın danışığıma görə dudağımın içindən yara olub, ona görə biraz narahat danışıram. Bunu ola bilər ki, hazırlıq üçün ayrı kaşlok alsam bunu qoyaram. Məktəb üçün isə bu. Əslində bu kaşloku da işlətmək olar. Sadəcə çox böyükdür. Məncə, yəni mantiqsiz bunu götürmək. Ola bilər ki, onu da seçə bilərəm ki, çantamın aşağı hissəsində balaca gözü var. Bəlkə də ora qoyacağam məktəb əşyalarımı, yəni. Nəysə. Bunlardan bir seçənəkdən bundan birini görəcəm hansınsa. Bu qardaşımındır. Məsələn, qardaşımın köhnəsidir. Bu da təzəsidir. Məsələn, bundan demək olar eyni almışıq da. Bunu da bilmirik necə qoyacaq. Bəlkə də hazırlığa görə ayıracaq bunları. İndi bilmirəm, şorsta qardaşımınkini də çəkeyim, bilmirəm. Sonra biz 3 dənə pozan almışdıq yəni əslində. Yəni belə pozanlar idi. Bunlardan qoyacağım. Çox güman ki, 2 dənəsini də qoyum bura. Belə. Çok koyayım kənara. Hələ başqa görüm nə var burada. 2 dənə ağacımız var. Birim bura qoyum. Çox güman ki, qardaşımınkini də çəkirəm. Yəni birləşdirib çəkirəm. 2 dənə marker. Əslində bizə marker lazım olur məktəbdə. Çünki biz paçka ilə alırıq. Əslində bizim sinifdə doldurma alırıq. Qardaşım gelsin bir də belə
Alırıq bu ikdə belə. Neysə. Bunu mən çox qərarsız qalmışam. Bilirsiniz də karandaşın içi üçün şeydir. O da ki, karandaşı süsü alırlar. Deməli, keçdik əsas məsələyə. Biz belə karandaşlar da almışıq. Amma ki, bizim belə bir karandaşımız, bizim deyəndə mənim var. Yəni bunu da bunun içinə qoyub, yəni istifadə edə bilərəm də. Bilmirəm amma. Bunu məktəbdə mi istifadə edirəm, hazırlıqdan? Hazırlıqda çox yemək eləməyəcəm. Hazırlıqda bu yaxşıdır. Çünki ucu tez-tez qırılar, heyf olar. Bu mənim çantama atacağım. Qoy qalsın. Amma bəlkə istifadə eləyərəm bəzən. Amma əsas məsələ qoy bu qalsın da. Çünki əsas məsələ budur. Məncə ən yaxşısı budur. Ona görə bu sadəcə çantamda qalacaq. Yəni çantamı yığanda bunu bir yerdə qoyarıq. Sonra burada deməli karandaşlardan istənilən bir dənə karandaş seçim. İstənilən sarı seçəcəm. Benim sarı karandaş istəyir götürmüş belə bir karandaş. Qardaşıma da mavi karandaş götürmək olar. Mavi bu da mənim olsun. Burada gördüğünüz gibi karandaşlarla işimiz bitti. Koyayım. İçerisiye halleri bile koyayım. Sonra kara kalem. Burada kara kalem birini götürmüşüm. Lazım etmeye ona göre götürmüştüm. 3 tane belə qara qələm var. Bilmirəm hansını götürüm. Bunu niyəsə istifadə etmək istəmirəm. Çox xoşuma gəlir. Dəqiqə. Belə göstərim. Tutmur ha. Belə. O yalındır, çox qəşəngdir. Pensanındır. Bu isə Diamond'ındır. Çox qəşəngdir üçü də. Bunu yox, o qədər bəyənmirəm. Çünki pas buraxır bu. Bu məktəbin ilk günüdür. Bunu götürüm. Bunu gedirsəm məntiqli. Qardaşıma da ondan qoymaq olar. Qardaşıma da ondan qoyacağım. Ay, bunu da nə çıxıb artıq. Sonra keçək qırmızı qələmə. Biz 2 dənə qırmızı qələm götürmüşük cəmi. Benim qardaşıma, benim mənə. Bu da Diamond'ıdır. Bunu qardaşım seçdi bunu. Neysə. Qardaşım sevdiği qələm budur. Mavi renkdə bunu götür. Onun üçün qoyacağım. Özüm üçün isə çox güman edirəm. Odun qələm, bir dənə odun qələm qoyaram. Bir dənə də bu pozanlı qələm. Pozanlı qələm. Bunlar Grosson'un yadından çıxdı. Dəqiqə. Gördüğünüz kimi. Bu da yaş fokuslanmır. Belə olmalıdır. Bu pozanlı qələmlərdir. Çox qəşəngdir bu da. Özümə də qoydum, qardaşıma da qoyuram. Mavi qələm bunu qoydum. Amma bir dənə də çantaya atmaq üçün nədən qoyum? Hansından qoyum bilmirəm. Mavi belə mən bunu istifadə edeməyəcəm. Bir dənə çantaya atmağa bunu qoymaq olar kənara. Bitdi mənə gəlir hər şey. Pozandı, məsələn, hər şey qoyduq. Bitdi məncə, hə. Yəni bizim sən kartofunu yığacağım bunların hamısını üzür səhnələrə bu səslərə görə. Sizlə birlikdə seçənə elədik bunları. Təzəsini olsun. Təzəsini qoyayım. Hələ ki inars heç yığmamışdım. Hələ ki yığmamışdım da. Və belə oldu kaşdığımız. Çünki bunları yumuşam özdə. Düzdür, bunlar artıq 3-cü il istifadə edirəm. Çox qəşəng praktikdirlər. Mən xoşuma gəlir, bəyənirəm. İstifadə eləmək olar. Düzdür, bəzi şeylər buradan çıxaracağım. Məsələn, ağacıdır, mənə lazım deyil. Markeri də qoy qalsın hələlik evdə. Bəlkə də çantaya ata bilərəm. Yəni ehtiyac yoxdur o qədər də. Bu qədər. Qardaşımınki də buradadır. Qardaşımınki ilə mənki eynidir. Kaşdıq tipində. Bunda onunkiləri də yığacağım. Bəlkə də o fərqlilik götürə bilər. Yəni məcbur deyil mənim seçənəklərimdən istifadə eləsin. O da fərqli bir şey götürə bilər yəni. Dəyişmək olar hər şey. Onunki də belə oldu. Mənimki də belə. Mütləq məncə bəyəndiniz. Çünki çox qəşəng oldu. Mən bəyəndim. Deməli, dostlar, istəsəniz gələn, mənim dənə şorsumu çəkib gələcəm indi. İstəsəniz, deməli, gələn videoda da ki, çantamı bir yerdə yığarıq. Sadəcə bunları yığmaq, sən Kaşlyokov gələn videoya, bunu videoya qoyacağım da. Amma şorsa da qoyacağım. Çantanı yığmağa da şorsa da qoyacağım. Bəlkə də çantanı yığmaq uzun çəkə bilər. Bilmirəm nə qədər çəkəcək. Bəlkə ayrı video elədim, bəlkə vlogla birləşdirdim. Yəni bilmirəm. Qalsın. Çantanı yığanda sən bunlar əlavə şeyləri qoya bilərəm bura falan. Ola bilər. Yəni belə. Gələn videoda çox güman edirəm ki, çantamı yığacaq bir yerdə və başqa bir videoda da ki, yəni hazırlıq yaxınlaşanda Azərbaycan hazırlığı onu da birlikdə yığarıq. Mütləq. Dostlar, videomu çəkdim və gəldim və qələm qablarının içini boşaltdım. Qardaşımız da lazım deyil hələ. Mən məsələn dəqiqə işlək olan belə bir məsələn elə belə istifadə biləcəyim, yəni bir sadə qələm var. Ona görə qoyuram və belə bir xəttkeş qoyuram.
Sonra pozan, bir dənə də ki belə bir məsələn çaytan, əvvəlki çaytanım, все. Yəni ondan artıq mənə bir şey lazım deyil. Karandaşım evdə hardadırsa bilmirəm, istifadə eləmişəm, qoymuşam ora harasa. Onu da götürüb qoyacağam buraya. Yəni hələlik istifadə olunacaq bir şeylər bunlardır. Amma sizə göstərdiyim, yəni ləvazimatlar necə göstərdimsə qələm qabında elə də olacaq, yəni məktəbin ilk günü. Amma məncə hazırlığa daha başqa bir şeylər aparacağam. Onu da ki bir yerdə planlayarıq. Bugünlük isə bu qədər dostlar. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Hadi bay bay.